Biz burada her taraftan nişan alınmışız. Belki ağ yaylı kaldırar bizi bıraksınlar. Onlar ne bilir ağbayrak nedir? Elə bilərlər teslim olmağa gelmişik. Aşırım, dayan ha, at var herifti. Hey, düşün attan! Ay uşaq, kimsən? Biz Kərbalayının qonaqlarıyıq, onun yanına gedirik. Ne konağı? Elə vaxtda qonaq gələrlər. Dayan he! Resul, deyəsən bu Abbasqulu bəydir. Abbasqulu bəy? Kərbalayı qonaqpərəst adamdır. Ancaq indi qonaq kabul eləmir. Ədə, qonağa xoş gəlmişsən deyərlər. Qonaq Allah'ındır. Allah'a da qurban olun, qonağına da. Ancaq bir vaxt gəlmişsiniz bəy. Kərbalaya deyin ki, Abbasqulu bəy Şadınız onun yanına gəlir. Qədəmlə qurban bəy. Ədə gördün? Neçə nəfərsiz bəy? 3 nəfərik. Ay elə kimsən? Sifətini də görə bilmirəm. Səməndərəm bəy. Sənin yadında qalmaz, Kərbalayının evində sənə çox qulluq eləmişəm. İndi ki məni tanıyırsan, onda Kərbalaya xəbər ver. Qaşqara bağlara kişi gəlib canımızı qurtarmağa. Bu saat bəy! Ha, Qonağın gəlib Kərbalay. qonaq? Bəli, Ne qonaq? Abbasqulu bəy. Abbasqulu bəy. Hə? Dəstə getirib. Yox, 3 nəfərdilər. Hardadılar? Qaraqayada. Keşik çəkdiyimiz mağaranın yanında. Düş qabağıma görüm. Adətən sel gələndə əvvəl kör çöp gətirər. İri qol budaqlı kötüyü selin gür yeri axıdar. İndi tərsin olub. Kötüyü qabağa veriblər. Görəsən, onları bu işə vadar eləyən nədir? Bəlkə demək istəyirlər ki, hələ yüngülümüz Abbasqulu bəydir. Sonrası lap ağır gələcək. Bəlkə mənə hörmət eləyirlər. Onu bu işə qoşan kimsə çox tədbirli adamdır. Bilir ki, Abbasqulu bəylə haqqı salamım var. Mən ona toxunmaram. O küçüğün kulağını kestim. Küçük nədə? Hansı küçük? Rasulun, Kerbelayı, belə lazımdı. Başkalarına ders olar. Qamlo, axır sən bu adamları bizdən döndürəcəksən. Sana deməmişəm ki, belə işi məndən izinsiz eləmə. Kerbelayı, valla sen onları tanımırsan. Balaca boş bıraksan başımıza çıkarlar. Biz ona o iş tapşırmışız. Demişik yolu koru, atıp çıkıp gelip. Yaxşı belki Səməndəri öldürüp, əskerleri içeri bırakırlar. Söz güləşdirmə. Yaxşı, Abbasqulu bəy gəlir. Nə tədbir görək? Kerbelayı, icazı ver içinde başına hekim. Hükümet adamı görəndə ellerim kişir Kerbelayı. Kəs! Heç bilirsən nə danışırsan? Başına at tədib nədir? Abbasqulu bəy, sənin üçün nahırçı imam deyil. Abbasqulu Bey'e çok da inanma Kerbelayı. Hükümet adamı deyip, Bolşevikdi, komünistlerin sağalıdı. Hele bilirsen bize yüreği yanır, onun için durup buraya gelip... Hay hay! Hayır! İndi o, gördüğün Abbasqulu Bey değil. Bak, bu Kur'an'a and olsun Kerbelayı. Bizim sırrımızı öğrenme için gelip... Ondan ne düşsen gözlemiyorlar. Kim olur olsun, dost ya düşman, biz gerek öz ləyaqətimizi itirməyək.